Körpünün uçması kənd sakinlərini sıxılmaz vəziyyətdə qoyub, körpü dağılandan sonra qarşı tərəfə nəqliyyat vasitələrlə keçid tamamilə kəsilib. Nəticədə sakinlər qonşu rayonlara getmək, eləcə də əkin sahələrinə texnika çıxarmaq üçün kilometrlərlə məsafə qət etmək məcburiyyətində qalıb. Mən Məmmədov Bəhruz Bayraməloğlu. Bəs körpü uçuba nə kimi çətin işləriniz var? Bizim gördüyünüz kimi elə çətin işlərimiz buradan başlayır ki, gördüyünüz kimi bax bu qəzalı vəziyyətdə olan bax bu körpü bizim bütün işlərimizi yəni əngəlləşdirib. Bütün işlərimizə vaxtında gedəmirik. Gördüyünüz bax o texnika mən iş görməkdən sarı vaxt itkisidir. Mən gedib sahəyə çıxanacan saat 11-12 olur. Bütün gördüyünüz buradakı bax o insanlar hamısı əziyyət çəkirlər. Görün o yüzden ne kadar arkamızda maşınlar dayanıb. Her bir insan orada maşını saxlayır, rayondan, qonşu kətlərdən taksi çağırırlar. Gəlirlər buradan xəstəsi olan, xəstəsinin uzağında keçirdir bu üzə, mindirir taksiyə, buradan gedir Səlyana. Burada yəni çox çətinliklər. Bizim cəmaət hardasa bir 20 gündən yuxarıdır, bu vəziyyətdədir. İndi xahiş edirik adiyyəti qurumlardan bizə öz köməkliklərini göstərsinlər. Bizim bu cəmaatı bu bəladan qutarsınlar inşallah. Təşəkkür edirəm. Xoş gəldiniz. Baba Dövlətov, Baba Kişioğlu, Sarxınbəyli Moranlı kənd sakini, yəni bu kəndlərin sakinlərindən biriyim. Hazırda bu fakt göz qabağındadır. Bax, bu cəmaat boyunca keçə bilmir. Kəndin əsas keçəcək yeri buradır. Ümumilikdə hardasa 600 təsərrüfatdır bu kənddə. Demək, 3 kənddir. Birində 450, obisində də 700. 5000-6000 əhalisi var bu kəndin. Bax, keçəcək yeri onun yeganə yol budur ki, burada. Bu əgər bu körpü olmasa, 89 kilometr fırlanıb, demək, alternativ yol seçib, fırlanıb, gəlməli, keçməli orada. 89 kilometr. İndi fərqə bax da, görün nə qədər fərq var burada. Amma bu körpü buradan hadisə də oldu, indi burada rəhmətə gedən də oldu, bir uşaq kombayn açdı belə. Sağ olsunlar, gəlib burada düzəldiş verirlər, oradan mühəqqəti körpü salırlar cəmaatı keçməsi üçün, çox sağ olsunlar. Sonradan bu il 2026-cı ilə salıblar layihəni, nəzərdə tutulurlar ki, bu körpü işləri tamamlansın, yəqin tamamlayarlar. Yenə sağ olsunlar, gəlirlər müvafiq orqanlar, gəlib kömək edəcəklər, körpü salırlar, hal-hazırda burada işlər gedir.
Məmmədov İsmail müəllim, Sarxanbərli kəndi sakiniyəm. Neçə 48 ildə müəllim işləmişəm. Mən işləyən vaxtlarda bu 71-ci ildə bu körpü salınıb. Əhalinin demək Səlyan rayonu ilə əsas bizim gediş-gəlişimiz var. Müəyyən qədər əkin sahələri var. Texnikaların gedib gəlməyi, yəni çətinlik çəkirik. Şəxsən biz Səlyan rayonuna getməkdən sonra yağış yağsa 80 kilometr gedib Nizami kənddən fırlanıb gəlməliyik Səlyan rayonuna. Ancaq yenə də aidiyyatı qurumlardan xahiş edirik ki, yəni ki bu yararsız vəziyyətdə düşmüş körpünün istismarında, təşkil olunmasında bizə köməklik göstərəsiniz. Yəni ki biz dövlətimizdən razıyıq. Dövlətin problemləri çoxdur. Tək bu deyir ki, yəni tez bir zamanda bunu həll etsin. Sağ olsun bu Muğan İstismar İdarəsi, Su İdarəsi bizə alternativ yol çəkilməsində köməklik göstərirlər. Biz onlardan razıyıq. Eyni zamanda sizdən çox sağ olun ki, yəni ki bizi bu vəziyyətimizi işıqlandırırsınız. Sağ olun. Aşağı Muammelərdə Sistemlər İstismar İdarəsinin baş mühəndisi Bunyatov Zallı Şalı Kişioğlu. Aşağı Muğan Kollektiv İstismar İdarəsinin balansında olan Sarıoğlu rayonunun Sarxanbərli kənd ərazisində yerləşən, uzunluğu 36, eni 8 metr olan aşırımlı körpü 2020-ci illərdə ağır maşınların, tonnajlı maşınların keçməsi ilə əlaqədar qəzalı vəziyyətə düşmüşdür. Bu qəzalı vəziyyət baş verdikdən sonra idarəmiz tərəfindən həmin əraziyə sağ və sol sahillərinə qadağan edici nişanlar, yəni 2 ton oxa düşən yük 2 tondan artıq olmamaqla yük maşınlarının keçirilməsinə icazə verilmişdir. Lakin çox təəssüflər olsun ki, bu nişangaha və tərəfimizdən edilən dəmir-beton maneələr qoyduğu giriş-çıxış hissəsi o əraziyə kiçik maşınlar hərəkət etməsinə baxmayaraq, yenə də oradan davamlı şəkildə ağır tonnajlı maşınların keçməsi hesabına 2025-ci ildə, yanvar ayının 25-də körpü qəzalı vəziyyətə düşmüşdür. Kənd əhalisinin və icra nümayəndəsinin müraciəti əsasında rəhbərimiz tərəfindən müvəqqəti olaraq alternativ kənd cəmaatının gediş-gəlişini asanlaşdırmaq üçün hal-hazırda tərəfimizdən operativ olaraq alternativ körpünün salınma prosesi davam edir. Tərəfimizdən 5 ədəd uzunluğu 12 metr olan 1200 diametrli boru kəmərləri gətirilmiş əraziyə hal-hazırda su nasos aqreqatlarının, bütün nasos aqreqatlarının dayandırılması tərəfimizdən göstəriş verilmiş. Bir neçə saatdan sonra bu proseslərin quraşdırma, torbaların quraşdırılması işi tərəfimizdən
davam ediləcəkdir. İndi körpünün tikilməsi ilə əlaqədar deməli idarə tərəfindən, rəhbərlik tərəfindən yuxarı baş idarəyə müraciət olunmuş və mütəxəssislər gəlib yerində aktlar tərtib eləmiş, idarənin mütəxəssislər birlikdə və smeta layihə sənədləri hal-hazırda işlənib hazırlanmışdır. 2026-cı ilin planlaşdırmasına təsdiq olunmuşdur. İnşallah 2026-cı ildə körpü bərpa olunacaq, cəmaatın, əhalinin, sakinlərin istifadəsinə veriləcəkdir.